Ot ön şəkilçisi plus hərəkət fe'li. Arada dayandırıram ki, ağrıyıram görürsünüz. Ot uzaqlaşmağı göstərir. Məsəl üçün, atayти və yaxud отходить. Uzaqlaşmaq. Bəzən deyirsiniz, отойди от меня. Məndən uzaqlaş, məndən uzaq dur. Bu deməkdir də. Отойди bir dəfə, отходить daimi. Отбегать və yaxud отбежать. Bu da uzaqlaşmaq, amma qaça-qaça. Məsəl üçün, nə bilim, bayaq k aknuydu, indi ot akna olur. Отбежать, отбегать от окна. Отъехать, отъезжать bu uzun miniklərdir. От дома. Отъехать, отъезжать, от дома. Bu da evdən uzaqlaşmaqdır. Və əgər diqqətlə bu videoya baxdınızsa, gördüyünüz kimi 3 variantda da digər ismindən öncə yenə də ot qoşmasını istifadə edirik. Yəni fe'lin qarşısında ot ön şəkilçi varsa, deməli o cür ot ön şəkilçisi də qoşma kimi o sözdən sonra olacaq. Отойти от, отъехать от, отбежать от. Əzizlərim, sərbəst rus dilində danışmaq istəyirsinizsə, bu zaman aşağıdakı məlumatı diqqətlə oxuyun.